Salam əziz izləyicilər, mən Azərbaycan dil müəlliməsi Suğra Əsədli. Bugün sizə 100 qızıl qaydamızdan birincisinin izahını təqdim edəcəm. Deməli, birinci qaydamız sonu K ilə bitən sözlərə aid olacaq. Biz bilirik ki, sonu K ilə bitən sözlər iki cür olur. Saitlə başlayan şəkilçi artırdıqda Q-yi əvəzlənməsi baş verən sözlər və Q-yi əvəzlənməsi baş verməyən sözlər. Biz bugün Q-ya əvəzlənməsi baş verən sözlərdən danışacağıq. Məsələn, bir söz götürək, çiçək sözü. Çiçək sözünə saitlə başlayan şəkilçi artıraq. Çiçəyə, Q-ya əvəzlənməsi baş verdi. Deməli, bu sözü nümunə olaraq götürə bilərik. İndi isə çiçək sözünün tələffüzünə baxaq. Çiçək sözü tək işləndikdə, ona samitlə başlayan şəkilçi artırdıqda və ya özündən sonra samitlə başlayan söz gəldikdə çiçək sözü, yəni çiçək sözündəki Q hərfi xışdırıq kimi tələffüz olunacaq. Çiçək sözündən sonra saitlə başlanan söz gəldikdə və ya ona saitlə başlanan şəkilçi əlavə etdikdə Q Y kimi tələffüz olunacaq. Məsələn, bir nümunə göstərək, çiçək ətri. Çiçək ətri. Bu şəkildə tələffüz olunacaq. Bir də samitlə başlayan şəkilçi əlavə eləyək, çiçəkdən. Çiçəkdən. Bu şəkildə tələffüz olunacaq. Və çiçək sözü özü tək tələffüz olunanda yenə bu qaydada, yəni xışdırıqla tələffüz olunacaq. Belə, bu da bizim birinci qızıl qaydamız.